Biz uzun adları qısaltmaq üçün və şirin göstərmək üçün axırına ş hərfi qoyuruq. Baxırsan, qaqaşın adı 2 kilometr deyə. Əbdurrəhman. Bir dənə bu ş qoyuruq, eləyirik onu balaca. Əbiş. Yəni o boyda addakı Əbdurrəhman vahimə olur, tontiş bir də belə ad. Əbiş. Nə bilim, ilahə olur, ilaş. Atam oğlan olur, ataş. Mən misal üçün ülviyəm, bütün nəsil mənə ülviş deyir. Bu indi hamıda yaxşı görünmür da. O misal üçün bundan əziyyət çəkən adamlar var. İlqar olur, iquş. Yəni bunun adına quş qoyub niyə söz çıxardırsan? Yəni İlqarı başa düşdü, ilaş, iquş bunları başa düşdü. Yazıq Mamed neynəsin? O bu Mamedin nə günahı var da?